atacağım. Deməli, başlayaq informatikanın əsas anlayışları ilə bağlı qəbul testlərinin izahına baxaq. Nəsə bir sualınız olsa, buradan yorumlarda yazarsınız, mən baxaram. Nəsə bir problem yoxdur ki, səsdə falan, hər şey qaydasındadır. Deməli, yoldaşlar, ilk sualımız. Elə buradakı sualların hamısı qəbul suallarıdır. Birinci sual deyir ki, verilmiş ikilik ədəd onluq say sistemində necə yazılır? Yəni, biz bu ədədi onluq say sisteminə çevrilməliyik. Deməli, birinci ədədimizi rəqəmlərin olduğu kimi yazırıq və daha sonra ədədimizin rəqəmlərini sağdan sola doğru nömrələməliyik. Çünki onluq say sisteminə keçid bu üsulla həyata keçirilir. Yəni, sağdan sola doğru rəqəmləri bu qaydada nömrələyə bilərsiniz. Deməli, yoldaşlar, uyğun olaraq hər bir rəqəm vurulur da əsasa və bu qaydada. Götürdüyümüz rəqəmin sıra nömrəsi əsasın üzərinə qüvvət kimi gəlirdi. Digər rəqəmlərə də bu proses tətbiq edilir. Yəni, küslü 4 üzərinə gəlsin küslü 3. Sıfırı nəyə vuruşaq 0 elədiyi üçün bu sıfırları yazmasaz da olar. Deməli, üzərinə gəlsin küslü 0. Deməli, burada da 32 üzərinə gəlsin 16, üzərinə gəlsin 8 və üzərinə gəlsin 1 alınacaq. Deməli, bu şəkildə də sualımızın cavabı olacaq 57, yəni Y variantı. Sonra növbəti sualımız. Printerin çap sürəti 1 kilobayt təşkil edir. Saniyədə 1 kilobayt təşkil edir. Yəni, bu nə deməkdir? Yəni, printer 1 saniyə ərzində 1 kilobayt informasiya çap edə bilir. Bu, hələ ki, bu məlumat burada qalsın. Deməli, sonra davam edək. Əgər hər səhifədə 48 sətr, hər sətirdə də Unicode kodlaşdırmada 32 simvol yerləşərsə, 21 səhifənin çapı üçün neçə saniyə vaxt tələb edir? Burada verilən sizə məlumatları olduğu kimi qeyd edin. Daha sonra nə edəcəyinizi çox yaxşı başa düşəcəksiniz. Deməli, 48 sətr var. Biz bunu daha rahat yaza bilmək üçün bunu 2-nin qüvvət şəklində gətiririk. 3 vurulsun 2 üstü 4. Ondan sonra növbəti mərhələyə baxaq. Unicode-da yazılıb. Yəni, Unicode-da yazılması bir simvolun həcminin 2 bayt olması deməkdir. Deməli, hər sətirdə də neçə dənə simvol var? 32 dənə simvol var. Deməli, hər sətirdəki simvol sayı da 32, yəni 2 üstü 5-ə bərabərdir. Səhifə sayı isə ümumi 25-dir. Deməli, bəs sualda bizdə onu istəyir ki, çap üçün neçə saniyə vaxt tələb edir. Görürük ki, çap sürəti həcmə nəzərən hesablanır. Ona görə də biz öncə faylımızın həcmini tapmalıyıq. Faylımızın həcmini də necə tapırıq? Deməli, həcm bərabərdir səhifə sayı, vurulsun sətir sayı, vurulsun hər sətirdəki simvol sayı, vurulsun bir simvolun həcmi ilə tapılır. Bir simvolumuzun həcmi də nə qədər idi? Unicode-a görə 2 bayt idi. Bu qaydada yazanda 75 vurulsun 210 bayt alırsan. Bizim ötürmə sürətimiz burada kilobaytla verildiyi üçün biz bu ədədimizi də kilobayta çeviririk. Baytdan kilobayta keçmək məqsədi ilə də 210-a bölürük və nəticədə 75 kilobayt cavabını alır. Bəs bizim tapdığımız nə oldu? Bizim tapdığımız ümumi faylın həcmi oldu. İndi isə bunu nə qədər vaxtda ötürdüyümüzü hesablamalıyıq. Bu zaman biz sürətə baxırıq uşaqlar. 1 saniyədə ötürmə sürətimiz nə qədərdir? 1 kilobaytdır. Onda neçə saniyədə biz 75 kilobaytı ötürəriksə, bunu tapmalıyıq. Buradan da x 75-in özünə bərabər olur. Deməli, ikinci sualımızın cavabı da nə oldu? 75 oldu. Bu 2024-cü ildə qəbulda istifadə edilir. Sonra üçüncü sualımız olduqca sadə, rahat sualdır. Deyir ki, informasiya miqdarının ölçü vahidlərinin azalma sırası ilə düzün. Biz ölçü vahidlərimizin artıcılığını əzbərləmişdik. Necə əzbərləmişdik? Bit, bayt, kilobayt, ondan sonra megabayt, gigabayt və terabayt şəklində əzbərləmişdik. İndi burada da azalma sırası ilə düzün deyəndə, yəni böyükdən kiçiyə düzməliyik.
En büyük vahidimiz burada verilenler arasında terabayttı, yani 1'dir. Daha sonra gigabayttı. Sonra megabayt. Ondan sonra kilobayt. En sonunda da baytdı. Yani bu qaydayla düzüləcək. Sonra dördüncü sual. Onluq say sistemində verilmiş hansı ədədlərin ikilik say sistemində təsvirindəki birlərin sayı sıfırların sayından 2 vahid çoxdur? Bununla bağlı testinizdə də sual var idi. Siz də demişdiniz ki, müəllim, biz bütün variantları yoxlamalıyıq. Baxın uşaqlar, dimdə də istifadə edilir. Bəli, bir-bir yoxlamalıyıq. Yəni biz bunu belə baxaraq görə bilmirik ki, burada 0 sayı nə qədərdir, 1 sayı nə qədərdir. Ona görə hər birini tək-tək ikilik say sisteminə çevirib, daha sonra da bunların 0 və 1'lərinin sayını tapıb bu dediyi şərtə uyğun olmadığını yoxlamaq lazımdır. Birinci ədədimiz nədir? 35'dir. İndi 35 üçün yazaq. Deməli, 35 ədədini ikilik say sisteminə çevirmək üçün qüvvət qaydasını tətbiq edirdim. 35'ə ən yaxın 2'nin qüvvəti 32'dir, yerdə 3 qaldı. 3'ə ən yaxın 2'nin qüvvəti 2'dir, yerdə 1 qaldı. 1 də 2 üstə 0'dır deyə yaza bilirəm. 2 üstü 5 üstə gəlsin, 2 üstü 1 üstə gəlsin, 2 üstə 0. Və burada sizə bu məqamda bir taktik öyrətmişdim. Demişdim ki, onsuz da ən böyük qüvvət 5 isə 5'dən 0'a alacağım ədəd 6 rəqəmli ədəd olacaq. Bu rəqəmlərdən də sadəcə 5, 1 və 0'a 1 düşür. Yəni iştirak edən qüvvətlərə. Deməli, bu ədədin yazılışında 3 dənə 1 rəqəmi iştirak edir. 6 rəqəmdən 3 dənəsi 1-dirsə, yerdə neçə rəqəm qalır? 3 dənə rəqəm qalır ki, onlar da nədir? 0'dır. Yəni bizim şərtdə verilən şərti birinci ədəd ödəmədi. Keçək ikinci ədəddə bu şərti yoxlamağa. İkinci ədədim 43'dür. Eyni qayda ilə yoxlayacağım. 43'ə ən yaxın 2'nin qüvvəti yenə nədir? 32'dir. Yerdə isə 11 qaldı. 11'ə ən yaxın 2'nin qüvvəti 8'dir. 11'in 8'ini yazandan sonra yerdə 3 qaldı. 3'ə ən yaxın 2'dir və sonra da yerdə 1 qalır. Alıram 2 üstü 5, üzərinə gəlsin 2 üstü 3, üzərinə gəlsin 2 üstü 1 və üzərinə gəlsin 2 üstü 0. Yenə yoldaşlar, 5'dən 0'a bilirəm ki, 6 rəqəmli bir ədəd alınacaq. 6 rəqəmdən neçə dənəsi 1'dir? Dedim, burada iştirak edən qüvvətlərə 1 yazılacaq, düzdürmü? Yəni, neçə dənə qüvvət iştirak edib? 4 dənə. Ona görə bu rəqəmlərdən 4 dənəsi 1, yerdə qalır 2 dənə rəqəm. Onlar da 0'dır. Bizdən belə şərtdə belə bir şey istəyirdi. Deyildi ki, birlərin sayı sıfırların sayından 2 vahid çox olsun. Deməli, 43 ədədi bu şərtimizi ödədi. Eyni qayda ilə növbəti ədədlərə də bunu tək-tək tətbiq edəcəksiniz. Biraz vaxt alıcıdır, amma ki, bir bal üçün bunu da yazmağa dəyər. Deməli, 28-ən yaxın 2'nin qüvvəti 2 üstü 4, yəni 16'dır. 28'in 16'sını yazdım, yerdə qaldı 12'si. 12'yə yaxın 2 üstü 3'dür, yerdə qaldı 4, o da 2 üstü 2'dir. Yəni 4'dən 0'a nömrələsəm, deməli 5 rəqəmli ədəd alınacaq, düzdürmü? Burada da neçə dənə toplanan var? 3 dənə toplanan var. Yəni 3 dənə qüvvətə 1 düşür. Deməli, bu rəqəmlərdən 3 dənəsi 1, yerdə qalan 2 dənəsi isə nədir? 0'dır. Yəni, bizə məsələnin şərtində verilən şərtə uymadı. Keçək 4-cü bəndə. Yəni, 3 doğru deyil. Keçək 4-cü bəndə. 4-cü bənddə 51 ədədi verilib. 51'ə ən yaxın 2'nin qüvvəti 32'dir. Deməli, 32'sini yazdım, yerdə qaldı 19. 19'a yaxın 2'nin qüvvəti 16'dır. Yəni 2 üstü 4'dür. Deməli, yerdə qaldı 3, o da 2 üstü 1, üstə gəlsin 2 üstü 0. Yenə 5'dən 0'a 6 rəqəmli ədəd eləyib. Burada neçə dənə toplanan, neçə dənə qüvvət var? 4 dənə. Deməli, bu rəqəmlərdən 4 dənəsi 1, yerdə qalan 2 dənə rəqəm isə nədir? 0'a bərabərdir. Yenə birlərin sayı sıfırların sayından 2 vahid çox oldu. Bu ədəddə şərtimizi ödədik. Keçək növbəti ədədimizə, yəni 5-ci ədədə. 5-ci ədəd isə 39'dur uşaqlar. 39 ən yaxın 32'dir, yəni 2 üstü 5'dir. Yerdə də nə qalıb? Deməli, 7 qalıb. 7 ən yaxın 4'dür, yəni 2 üstü 2. Yerdə qalıb 3, 3'ə 2 üstü 1 və 2 üstü 0 kimi yazırıq. Yenə 5'dən 0'a neçə dənə rəqəm olacaq? 6 dənə. 6 dənəsindən 4 dənə qüvvət var deyə 4 dənəsi 1. Yerdə qalan 2 dənə rəqəm isə nəyə bərabər olacaq? 0'a bərabər olacaq. Ona görə burada da nə olacaq? Verilən şərt ödənəcək. Deməli, 5 də doğrudur. Uşaqlar, 34 isə nəyə bərabərdir? 2 üstü 5, üzərinə gəlsin 2 üstü 1'ə.
Burada isə 4 dənə 0, 2 dənə 1 olacaq və şərtimiz ödənməyəcək deyə 6 da nədir? Uyğun deyil. Deməli, sualımızın cavabı 2, 3, 5 olacaq. Keçək növbəti sualımıza. Bu sualı yoldaşlar keçməmişik sizə. Çünki dedik ki, biz 80 ilə 160 arası testləri növbəti dərslərdə keçəcəyik. Amma da qəbul testi idi deyə yenə də mən sizə göstərmək istədim. İnformasiyanın 7 növündən biri də nə idi? Audio informasiya idi, düzdürmü? Deməli, audio informasiyanın həcmi üçün də yoldaşlar bizə deməli hansı parametrlər lazımdır? Deməli, tezlik lazımdır. Ondan sonra audio informasiyanın tərtibi lazımdır. Sonra davam etmə müddəti lazımdır. Deməli, bir də son parametr kanal sayı lazımdır. Deməli, bu 4 dənə parametrin, 4 dənə verilənin bir-birinə hasili ümumi audio informasiyanın həcmini verir. İndi gəlin verilənləri burada analiz edək. Tezliyi nə verib? Deməli, tezliyi verib 256 Hz. Yəni, tezliyin yerinə yazdım 256. 256 deyə 208-dir. Burada stereo deyir. Uşaqlar, stereo 2 kanallıdır. Belə açıq-açıq da yazıb. Yəni, kanal sayı 2-yə bərabərdir. Ondan sonra 32 səviyyəli diskretləşdirməyə malikdir. 32 səviyyəli diskretləşdirmə o deməkdir ki, burada tərtib 200 N-in N-idir. Yəni 200 diskretləşdirmə səviyyəsinin sayıdır. Buradan da N tərtibdir, yəni 5 bit. O riyaziyyatdan da bildiyiniz qüvvət məsələsi 5 bit. Deməli, tərtibimizdə nə olacaq? 5 bit. Və N hər zaman bitlə yazılır. Ondan sonra davam etmə müddəti də 1 dəqiqə 4 saniyədir. Bizim tezlik də hertz 1/saniyə saniyə demək olduğu üçün, yəni biz saniyəyə vurmalıyıq. Yəni vahidimiz nədir? Saniyədir. Saniyəyə vurmaq lazım. 1 dəqiqədə nədir? 64 saniyə, yəni 206-dır. Deməli, bizə lazım olan 4 dənə parametri tapdım. Tezlik, tərtib, müddət və kanal sayı. Və nəhayət bu ümumi həcmi hesablamaq üçün bunları nə etmək lazımdır? Bir-birinə vurmaq lazımdır. Bu da 215 bit eləyəcək. Amma cavabı sualın şərtinə baxsaq kilobaytla istəyir. Biz də bitdən kilobayta keçmək məqsədi ilə nə edirdik? 213-ə bölürdük. Deməli, 213-ə böləndə də 202, yəni 4 qalacaq. 4 dəfə 5, 20 eləyəcək. Yəni, sualımızın cavabı 20 kilobaytdır. Bu da elə birinci cəhddə qəbula bu il sual kimi düşmüşdür. 6-cı sualda yenə bu il qəbula düşən suallardan biridir. Hansı ki, bizim çox baxdığımız sual tiplərindən biridir. Deməli, yoldaşlar, burada biz x-ları müəyyən etməliyik. Birinci ədədim 16-lıq say sistemindən 10-luq say sisteminə çevrilişi ilə bağlı sual. Deməli, ədədimdə 10-luq ədədim 183 verib və 16-lıq say sistemində qarşılığını istəyir məndən. Mən də bilirəm ki, 10-luq say sistemindən 16-lıq say sisteminə necə keçmək olar? Qollu bölməklə keçmək olar. Deməli, 183-dür. Bunu qollu bölməklə bölürəm 16-lığa keçirəm deyə 16-ya. Deməli, bu qaydada böldüm. Ondan sonra da 180-ci 16-ya bütöv böləndə eləyəcək yoldaşlar 11. 11 eləyəcək. 11 16-ya vursam eləyəcək 176. Deməli, bizə də qalıq lazımdır deyə 183-dən də 176-nı çıxsam qalıq nə olacaq? 7. Sonra da deyildik, deyirdik ki, hər qalıq bir rəqəmli. Ona görə 11-i B kimi yazıram və sondan əvvələ doğru yazanda B7 aldım. Zaten bizə B-ni verir, X lazım idi. X-in yerinə gəlib nə düşdü uşaqlar? 7 düşdü. Yəni 1 üçün X nə olacaq? 7. Yəni 1-ə yerdən uyğundur. Keçək ikinci ədədimizdə hesablayaq. Bu arada nəzərinizə çatdırım ki, uşaqlar, bu sual 2025-də həm birinci cəhddə düşüb, həm ikinci cəhddə düşüb. Yəni, eyni sual tipi bir ildə 2 dəfə qəbula düşüb. Yəni, ona görə diqqətlə baxmaq lazımdır. Deməli, 49 ədədi daha doğrusu 10-luq say sistemindədir. 10-luq say sistemindən də 49 ikilik say sisteminə keçmək üçün ya qollu bölmə, ya da qüvvətlər cəmi şəklində parçalama uyğundur. Gəlin qüvvətlər cəmi şəklində parçalayaq. Deməli, 49-a yaxın 2-nin qüvvəti 32-dir. Yerdə 17 qaldı. Ona yaxın 2-nin qüvvəti 16-dır. Yerdə də 1 qaldı. Üstə 5, üstə gəlsin, üstə 4, üstə gəlsin, üstə 0 aldı. İndi burada ədədin özü lazım olduğu üçün mütləq nömrələyik. 5, 4, 3, 2, 1, 0. İştirak edən qüvvətlərə, yəni 5-ə, 4-ə və 0-a 1 yazıram. İştirak etməyən qüvvətlərin hamısına da 0 yazıram. Deməli, burada x-in yerinə hansı rəqəm uyğun gəldi? 0.
Yoldaşlar, bu tipli məsələlərdə ilk ikisinə uyğun cavabı tapandan sonra, əgər başqa oxşar cavab yoxdursa, elə götürə bilərsiniz. Məsələn, 1-ə Y, 2-yə D olan cəmi bir dənə cavab var. Ona görə əminliklə deyə bilirəm ki, sualımın cavabı D-dir. Yəni, imtahanda vaxt qazanmaq istəyirsinizsə, bu tipli hallarda diqqət edin. Amma yenə də mən müəllim tərəfi olduğum üçün üçüncü halı elə çətin halı da izah edeyim. Üçlü uşaqlar, hər iki tərəfdə x var. Yəni, x9 bərabərdir x3. Hər iki tərəfdə x var. Və mən bunu bəs necə sadələşdirə bilərəm? Bəlkə bu mənə elə ayrıca sual kimi düşəcək. Mən bu halda nə edə bilərəm? Deməli, bu halda yadımıza salırıq digər say sistemlərindən onluq say sisteminə keçid qaydasını. Deməli, necə keçirdik? Sağdan sola doğru ədədin rəqəmlərini nömrələyirik. Gəlin, birinci ilə x3-ü sadələşdirək. Deməli, hər bir rəqəmi, birinci rəqəm x-dir, vururuq əsasa və əsasın üstünə qüvvət kimi sıra nömrəsini yazırıq. O birisi də 3 vurulsun 16 üstü 0-dır. Buradan da alıram 16x plus 3. Yəni, bu qaydada aldım mı? Bəs deyəcəksiniz, müəllim, x9-u neynəyib? Uşaqlar, onu da sadələşdirmək lazımdır. Biz ədədi mərtəbələrinə necə ayırırdıq? Birinci rəqəm vurulsun 10 üstü 1. Əslində, bu da elə onluqdan onluğa kimi göstərə bilərsiniz. X vurulsun 10 üstü 1. Bu mərtəbələrinə görə parçalanmadı. Üzərinə gəlsin 9 vursun 10 üstü 0. Buradan da alacağım 10x plus 9. Düzdürmü? Deməli, birinci tərəfdə nə oldu? 10x plus 9. Bərabərlik hər iki tərəfinə uyğun ifadələri yazaq. x9-un yerinə yazıram 10x plus 9. x3-ün yerinə də yazıram 16x plus 3. Deməli, x-ları bir tərəfə, ədədləri bir tərəfə keçirsəm, alacağım 6x bərabər də 6. Buradan da x-i tapacağım. Nədir? x 1. Deməli, sualın ən maraqlı hissəsi elə buraymış. Yəni, hansı ki, tapmalı olduğumuz. Buradan da x nəyə bərabər olacaq? 1-ə. Yəni, 3-ə də C bəndi uyğun gəldi. Deməli, o imtahanda düşdə çoxunuz bu sualda varianta görə vəziyyətdən çıxara bilərdiniz. Keçək 7-ci suala. Bu tipli sualları da testdə çox görmüşük. Və biz demişik ki, onsuz da biz digər say sistemlərində toplama bilmirik. Bir dənə hansı say sistemində bilirik bunu? Onluq say sistemində bilirik. Ona görə də burada olan hər bir ədədi biz onluq say sisteminə çevirməliyik. Onluq say sisteminə də çevirmə qaydamız məlum məsələdir. Deməli, ədədimizin rəqəmlərini yazdım. Uyğun olaraq sağdan sola doğru nömrələdim. Deməli, bu elədir. 1 vurulsun 2 üstü 3. Üzərinə gəlsə sıfırlar yazmağına ehtiyac yox idi. 2 üstü 1. Yəni, buradan alındı 10. Deməli, birinci ədədim 10-a bərabərdir. Keçək ikinci ədədimizə çevrilməyə. Əslində, bu məsələnin birinci bu hissəsinə bağlı testinizdə də sual var idi. Deməli, 1, 1, 1. Sağdan sola doğru nömrələdim. Bu eləyəcək 2 üstü 2. Üstə gəlsin 2 üstü 1. Üzərinə gəlsin 2 üstü 0. Buradan da alacağım. Deməli, neçə? 7. Deməli, növbəti ədədim nədir? 7-dir. Sonra 23 ədədini də yenə onluğa çevirəcəm. Sağdan sola doğru nömrələdim. 2 vurulsun 16 üstü 1, yəni 32 plus 3 eləyəcək 35. Deməli, bu ədədim də nəyə bərabərdir? 35. Bunları da toplayanda eləyəcək. Deməli, doğru cavabım 52. Mən bu qaydada hesabladım. 8-ci suala baxaq. 45 ədədinin ikilik say sisteminə çevrilməsindən alınan ədədin neçə rəqəmi olur? Deməli, yoldaşlar, 45 ədədi onluq say sistemindədir. Bunu da hansı say sisteminə keçirməyimiz tələb edilir? İkilik say sisteminə keçirməyimiz tələb edilir. Yenə bildiyimiz qaydadır. Qüvvət qaydasından parçalayıram. 45-ə yaxın 2-nin qüvvəti 32-dir. Yerdə nə qaldı? Deməli, 13 qaldı. 13-ə yaxın 2-nin qüvvəti 8-dir. Yerdə 5 qaldı. Deməli, 5-ə yaxın 2-nin qüvvəti 4-dür. Üzərinə də gəlir 2. Alırıq 2 üstü 5, üstə gəlsin 2 üstü 3, üstə gəlsin 2 üstü 2, üstə gəlsin 2 üstü 0. İndi nə deyir? Deyir ki, çevirməsinə alınan ədədin neçə rəqəmi olur? Deməli, 5-dən 0-a məlum məsələdir ki, 6 rəqəmli bir ədəd alınacaq. Yəni, heç yazmadan da tapmaq olar. 5-dən 0-a bilirəm ki, nömrələyəndə neçə dənə rəqəm alınır? 6 dənə. İştirak edən qüvvətlərə 1, iştirak etməyənlərə də 0 yazıram. Həqiqətən də ədədir. Neçə rəqəmli ədəddir? 6 rəqəmli bir ədədiymiş. Çox rahat bir sual tipi daha. Keçək 9-cu suala. Deyir, 66 səhifədən ibarət olan kitabın ilk və son səhifəsi 10 kilobayt həcmə malik olan qrafik elementlər yerləşir ilk və son səhifəsində.
Digər səhifələrin hər birində 32 sətr və 64 simvol var. Mətnin 64 simvolu əlifba ilə kodlaşdırıldığını nəzərə alaraq sənədin həcminin neçə kilobayta bərabərdir? Yoldaşlar, baxın belə deyim. Deməli, ümumi sənəd 66 səhifədən ibarətdir, düzdürmü? İlk və son səhifə nə deməkdir? Baxın, 66 səhifə var. İlk və son səhifə odur ki, yəni birinci və 66-cı səhifə, yəni 2 dənə səhifə. Bu 2 səhifənin hər birində nə var? İlk və son səhifəsində 10 kilobayta malik qrafik elementlər var. Onda neçə olacaq ümumi? 20 kilobaytlıq bir qrafik element olacaq. Yerdə neçə səhifə qalır? 64 səhifə qalır. 64 səhifənin hər səhifəsində 32 dənə sətr var. Hər sətirdə də 64 dənə simvol var. Burada bilmədiyiniz tək detay əlifba məsələsidir. Sizə ASCII və Unicode'u keçmişdik. Demişdik ki, ASCII-də bir simvolun həcmi 1 bayt, Unicode'da 2 baytdır. Bəs qeyri-standart əlifba verilərsə, yəni məsələn 64 simvolu və yaxud da 128 simvolu, bu şəkildə qeyri-standart əlifba veriləndə nə etmək lazımdır? Uşaqlar, bu zaman belə bir qayda yadımıza düşür. Əgər ədəd 200, daha doğrusu əlifba 200 n simvoldan ibarət əlifbadırsa, burada hər simvolun həcmi n bit olur. Yəni 64 əlifbalı, daha doğrusu 64 simvollu əlifba verilir. Əlifbada da 206 dənə simvol var deməkdir. Deməli, burada da n nəyə bərabər olur? 6 bit. Buradan da yeni bir qayda öyrəndik. 200 dənə simvollu əlifbada hər simvolun həcmi n bitdir. Deməli, bir simvolun həcmini nə ilə hesablamaq lazım gələcək? 6 bitlə hesablamaq lazım gələcək. İndi yoldaşlar, biz gəlin mətnin həcmi düsturunu yazaq. Səhifə sayı, yəni 206, vurulsun sətr sayı, vurulsun hər sətirdəki simvol sayı, vurulsun 6 bit. Yəni, bir simvolun həcmi 6 ilə 3 vurulsun 2 kimi yazıram ki, ikiləri bir qruplaşdıra bilim. O devir 3 vurulsun 200-dür. Deməli, 17. Daha doğrusu 18 bit. Deməli, 200-dür, 18 bit. Yəni, bu qaydada yazıram. Daha sonra da bunu kilobayta çevirirəm. Çünki cavabı kilobaytdan istəyir. Bitdən kilobayta da necə keçirdim? 213-ə bölməklə keçirdim. Deməli, 3 vurulsun 218 bölsün 213. Burada nə qalacaq? 205, yəni 32. Yəni, bu da neçə bir ümumi? 96 edir. Deməli, yoldaşlar, bu ümumi mətnin həcmi 96 kilobayt olur. Biz də bilirdik ki, ilk və son səhifəsində isə 20 kilobayt həcmində ümumi həcmi 20 kilobayt olan təsvirlər var. Deməli, onun üçün də ümumi həcm üçün də 96-nın üzərinə həmin 20-ni gəlirəm və eləyir bu 116. Deməli, bu qaydada baxırıq. Bu tip məsələləri biz yenidən keçəcəyik. Bu 80-160 arası testlərdə bu tip məsələlər yer alır. Sonra 10-cu suala nəzər salaq. Deyək, doğru mülahizələri müəyyən edin. Yenə say sistemindən bağlı bir sual tipidir və vaxt alır bu da. Deyək, 123 onluq ədədin ikilik yazılışında olan birlərin sayı 6-ya bərabərdir. Yoxlamadan bilə bilmək. Yəni, ona görə nə etmək lazımdır bunda? Hesablamaq lazım gələcək. Deməli, başlayaq. 123 ədədidir. Onluğa çevirmək üçün nə etmək lazım idi? Bunu qüvvətlər cəmi şəklində parçalamaq lazımdır. Deməli, 123-ə ən yaxın 2-nin qüvvəti nədir? 64-ə bərabərdir. Yəni, bu qaydada 64-ünü yazdım 123-ün. Deməli, 123-dən də 64-ünü çıxanda yerdə nə qədər qalır? 59 qalır. 59-a ən yaxın 2-nin qüvvəti nədir? 32. Yəni, 59-dan 32-sini çıxanda yerdə nə qalacaq? 27. 27-yə ən yaxın 2-nin qüvvəti nədir? 16. 27-dən 16-sını çıxanda qalacaq yerdə 11. Deməli, 11-ə ən yaxın 2-nin qüvvəti nədir? 8. 11-in 8-ini yazandan sonra 3 qalır, o da 2. Üstə gəlsin 1 kimi yazılır. Yəni 2 üstə 6, üstə gəlsin 2 üstə 5, üstə gəlsin 2 üstə 4, üstə gəlsin 2 üstə 3, üstə gəlsin 2 üstə 1, üstə gəlsin 2 üstə 0. Deməli, neçə rəqəmlər ədəd olacaq? 6-dan 0-a, deməli 7 rəqəmlər ədəd olacaq. Bunlardan neçə dənəsi 1-dir? 1, 2, 3, 4, 5, 6 dənə qüvvət iştirak edir. Deyək, 6 dənəsi 1, yerdə qalan bir dənə rəqəm 0-dır. Deyək ki, birlərin sayı 6-ya bərabərdir, bəli, düz deyilmiş.
Sonra 16-lıq say sistemin ən böyük rəqəmi nə dedi? FF-dir. Doğru fikirdir. Səbəb nə idi? Dedik ki, 16-lıqda ən böyük rəqəm nədir yoldaşlar? 16-lıqda ən böyük rəqəm F-dir. Onda ən böyük rəqəm nə olardı? FF olacaqdı. Sonra üçüncü sual. 16-lıq say sistemində ən kiçik iki rəqəm nədir? 16-dır. Bu yanlışdır. Baxın, bütün say sistemlərində ən kiçik rəqəmlər 0 və 1-lər. Düzdür, 0 sonra 1. Onda deməli, ən kiçik ədəd də bu rəqəmlərdən düzəldilməlidir. Yəni 16-lıq say sistemində ən kiçik iki rəqəm ədəd onda nəyə bərabər olacaq? Ona bərabər olacaq. Yəni 1 və 0 rəqəmi ən kiçiklərdir deyə. Ona görə bu fikir nədir? Yanlışdır. İkilik say sistemindəki ən kiçik üç rəqəmli ədəd 111-dir. Xeyr, ən kiçik üç rəqəmli ədəd 100-dür. Çünki dediyim kimi ən kiçiklər 1 və 0-dan düzəlir. 0 sayda daha çox olmalı təbii ki. Deməli, bu da səhvdir. Ən böyük 3 rəqəmli ədəd desə düz götürə bilərdiniz. Çünki ikiliyin ən böyük rəqəmi 1-dirsə, ən böyük 3 rəqəmli ədədi 111 olur. Sonra ikilik say sistemində ən kiçik 3 rəqəmli ədəd ilə ikilik say sistemində ən kiçik 3 rəqəmli ədəd nə idi dedik? İkilik say sistemində ən kiçik 3 rəqəmli ədəd 100. Ədəd ilə 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədəd dedik nədir? FF-dir. Cəmi 259-a bərabərdir. Bunu da yoxlamadan bilə bilmərik. Hər ikisini onluğa çevirmək lazımdır. 0, 1, 2. Bu da eləyir 202, yəni 4. Üzərinə gəlsin. FF də çevirəndə eləyir 255. Bunları da toplayanda eləyir 259. Deməli, 5 də doğru fikirdir. Sonra keçək son suala, son bəndə. 64 onluq ədədin ikilik yazılışındakı sıfırların sayı 7-yə bərabərdir. Ay yoldaşlar, biz demişdik ki, ədəd 2-nin qüvvətidirsə, qüvvət şəklində göstərirsə, bu ədəd 2-liyə çevriləndə bir dənə 1, qüvvət üstü qədər 0 yazılır. Yəni, neçə dənə 0 yazılacaq? 6 dənə. Amma burada 7 deyir deyə nədir? Yanlışdır. Baxın, bu sual da BİM-in model testindən düşür, model testlərindən olur. Keçək 11-ci suala. Deyir ki, həcmi 124 bit olan məlumat neçə megabayt informasiyanın özündə saxlayır. Qısası nə deməkdir? Bitdən megabayta keçir. Deməli, yoldaşlar, bit, bayt, kilobayt, megabayt. Burada addım nədir? 203, 210, 210. Yəni, ümumi addım 223. Deməli, kiçikdən də böyüyüb keçirəmsə, 224-də 223-ə, yəni addıma bölürəm. Qalır elə 2-nin bölür. Deməli, neçə megabaytıymış? 2 megabayt. Sonra 12-ci sual. İkilik say sistemindəki bu ədədin onluq say sistemində qiyməti nəyə bərabərdir? Deməli, yoldaşlar, ədədimizi yazıram. Bu qaydada onluq say sisteminə çevirirəm. Sağdan sola doğru nömrələmə aparırıq və uyğun olaraq küstü 4, üzərinə gəlsin küstü, üzərinə gəlsin küstü 1, üzərinə gəlsin küstü 0. Bu deyəcək 16 ilə 8, 24, 26 və 27. Bu neyse 0 ədədləri 0, 1, 2, 3, 4, 16, 8, 24, 26, üstünə də bir burada 0, 26-nın üstü. Deməli, mən səhv yazmışam son rəqəmi. Sonra keçək növbəti suala. Bu sualla bağlı bizim test bankımızda sual var idi. Bu da 2024-cü ildə birinci cəhdə qəbula düşən çətin bir sual idi və gördüyünüz kimi açıq sual tipdir. Deməli, 806 onluq ədədin onluq say sistemindəki təsvirindəki ilk rəqəmi ilə bu ikili ədədin onluq say sistemində cəmini tapın. Deməli, yoldaşlar, burada 806 ədədidir. Bunu 16-lığa çevirmək lazımdır. Bunun üçün hələ ki 2-nin qüvvət şəklində yazıram. Deməli, 203, 6, 218. Bəs bundan sonra mən nə edə bilərəm? Burada sənin 2 dənə çıxış yolun var. Bir, o dədə-baba qaydasını bilirsənsə, ondan istifadə edə bilərsən. Ya da ki, nə edə bilərsən, ya da düsturunu bilməlisən. Uşaqlar, biz əsas bildiyimiz ənənəvi üsulumuz nədir? Qollu bölmədir. Biz bilirik ki, onluq say sistemindən 16-lıq say sisteminə keçəndə qollu bölmə tətbiq edilə bilir. Yəni, 216-nı qollu bölmə ilə nəyə bölmək lazımdır? 16-ya bölmək lazımdır. 16 da nədir? 2-4'tür. Yəni, bu şəkildə qolu bölmə ilə bunları bölə bilərdiniz. 16 deyil, bu 18. 18.
Deməli, bunu da böləndə 2 üstü 14 qalıqda 0. 2 üstü 14'ü 2 üstü 4'e yəni 16'ya böləndə 2 üstü 10 qalıqda 0. 2 üstü 10'u 2 üstü 4'e böləndə 2 üstü 6 qalıqda 0. 2 üstü 6'nı 2 üstü 4'e böləndə eləyəcək. Deməli, 2 üstü 2 yəni 4 qalıqda 0. Və sondan əvvələ doğru yazanda 4, arxasına da 4 dənə 0 yazacaqdım. Bu üsulla çox rahat tapmaq oldu gördüyünüz kimi. Bu düstursuz bildiyimiz qolu bölmə üsuludur. Bəs mən düsturda necə yaza bilirdim yoldaşlar? Düsturumuzda belə bir düsturumuz var. Onluqdan 16'lığa keçmək üçün. Əgər əlimizdəki ədəd P vurulsunun alt üstün şəklində göstərilərsə, birinci rəqəm P arxasına da n dənə 0 yazmaq lazımdır. Burada da n nədir? N dənə 0 yazmaq lazımdır. 16'nın qüvvətidir. P isə 1-dən 15'e qədər qiymətlər alır. Deyəcəksiniz ki, müəllim, niyə P məhz 1-dən 15'e qədər qiymət alır? Çünki biz 16'nın say sisteminə keçirik. Və 16'nın say sistemi rəqəmləri 0-dan F-ə qədər deyilmi? İndi 0 yazmayacağımıza görə 1-dən 15'e qədər limiti qoyuruq. Çünki biz burada P-ni rəqəm kimi qəbul edirik. Ondan sonra yoldaşlar, indi gəlin bunda sadələşdirək. Biz bu 806'nı P vurulsun 16 üstünə gətirməliyik. Deməli, 218'i elə parçalamalıyıq ki, 16'nın qüvvətini ala bilək. Amma 2 üstü 8'i 2 üstü 4 üstü nəsə kimi yaza bilmirəm. Çünki tam bölünmür, qalıq qalır. Elə gəlin o qalığa fikir verək. 218'i, yəni 18 4'ə böləndə 2 qalıq qalır. Deməli, o mənə manidir. Manini nə edirik? Kənara çəkirik. 2 üstü 2 vurulsun 216 kimi parçalayırıq. Çünki bu 2 qoymurdu mənim bayaq qüvvətimin 4'ə bölünməsini. İndi rahatlıqla yaza bilirəm. 4 vurulsun 16 da 2 üstü 4 üstü 4 kimi göstərilir. Və beləliklə nə yazıram? Deməli, 4 vurulsun 16 üstü 4. Və beləliklə düstur şəklini aldım. Onda birinci rəqəm 4, arxasına da qüvvət üstü qədər, yəni 4 dənə 0 gələcək. Yəni hər iki üsuldan eyni cavabı almağı bacardıq. Deməli, bu yazılışdakı ilk rəqəm ilə, yəni 4 ilə bu ədədin, bu ikilik ədədin cəmini istəyir. Bəs bu ikilik ədədin cəmi necə tapa bilərəm bu ikilik ədəddən? Onun üçün də onluğa çevirmək lazım. Ona görə sağdan sola doğru nömrələyirəm. Böyle 2 üstü 4, üstə gəlsin 2 üstü 2, üstə gəlsin 2 üstü 1, üstə gəlsin 2 üstü 0. Onu da tapanda 16, 20, 23 edir. Deməli, bu ədədin yerinə nə qoyub hesablayacağım? 23 qoyacağım. 4'ün üzərində də 23 yazsın. 4'ün üzərində 23 gəlsin, daha doğrusu eləyəcək 27. Yəni, beləliklə, sualın doğru cavabı nəyə bərabər olmuş oldu? 27'yə bərabər olmuş oldu. Yəni, bu qayda ilə tapırıq. Çətin sual idi, amma həll yolu hər zaman var. Deməli, keçək 14-cü suala. Bu ikili ədədə olmaq sayəsində qiyməti yenə verdiyimiz sual tipi sağdan sola doğru nömrələmə eləyəcəm və sonra da cəmləyəcəm. Yəni 2 üstü 7, 128, üzərinə gəlsin 64, üzərinə gəlsin 8, üzərinə gəlsin 4. Bu qaydada da cəmləyəcəm. Belə cavab çıxacaq. Bu deyilir 204. Sonra keçək 15-ci sualı. Bu da vahid çevirməz. Bir cavabı kilobaytdan hesablayın. Bu da 2022'də qəbula düşmüşdür. 4 megabayt üzərinə gəlsin 256 kilobayt. Deməli, kilobaytla istəyir deyə elə bu megabaytda kilobayta keçirirəm. Deməli, 1 megabayt 1024 kilobaytsa 4'ü də 1024'e vurmalı olacaq. Üzərinə də 256'nı gələcək. Böyle 4096 üzərinə gəlinsin 4096 üzərinə gəlsin 256. 256. Bunlar da cəmləyəndə deməli neçə eləyəcək? 4352. Bu qaydada sualın cavabı çıxacaq. Sonra növbəti sual tipimiz. 16-cı sual. Yenə bu da işləmədiyiniz bir sual tipi. Niyə işləməmişik? Dediyim kimi, Arafdakı testlərə hələ çatmamışıq. Deməli, yoldaşlar, verilənlərin ötürmə sürəti 60 kilobit bölü saniyə olan modem 2 dəqiqə ərzində faili göndərir. Unicode standartında kodlaşdırılmış bu metn faylının hər səhifəsində 1400 simvol olarsa, sənətdəki səhifə sayı nəyə bərabərdir? Deməli, yoldaşlar, diqqətlə qulaq asın. Ötürmə sürətim nə qədərdir?
60 kilobitdir. Bu vahidi bəlkə də ilk dəfə görürsünüz. Çünki biz öyrənmişik kilobayt, megabayt, gigabayt. Ona görə bu vahid çevirməsini öyrənəcəksiniz hal-hazırda. Deməli, yoldaşlar, bir saniyədə modem 60 kilobit ötürür, düzdürmü? Hələ ki, tapa bilərəm ki, 2 dəqiqədə nə qədər ötürür. 2 dəqiqə neçə saniyədə? 120 saniyə. 120 saniyədə mən hələ ki, x götürürəm. Buradan x-i, yəni ümumi ötürdüyü informasiyanın həcmini tapıram. Bu deyir 60 vurulsun 120 kilobit. Mən də həcmi nə ilə ifadə edirəm? Məsələn, Unicode-la hesablayanda, byte-la hesablayıram. Bəs bu kilobit daxil mən bunu necə byte-a gələ bilərəm? Gəlin indi bu vahid çevirməsini bir yerdə öyrənək. Yoldaşlar, biz kilobitdən byte-a keçiriksə, həm kilo, həm də bit byte-a çevrilir. Normalda biz bilirik ki, kilodan byte-a keçmək üçün 2/10-a vurmaq lazımdır. Ayrı-ayrı da bilirik ki, bitdən byte-a keçmək üçün 2/3-ə bölmək lazımdır. Yəni, biz bunları ayrı-ayrı bilirdik. İndi bir misalın üzərində birləşdirmiş olduq. Yəni, kilo da byte oldu, bit də byte oldu. Hər iki tərəf üçün deməli 2 dənə əməliyyat icra etmiş olacam bu misalı həll etmək məqsədi ilə. Deməli, buradan da nə alacam? 60 vurulsun 220 vurulsun 2/7 byte. Və beləliklə mən byte-a çevirmiş oldum. Yəni, bu qaydada tapırıq. Bu isə bizim ümumi həcmimiz. Niyə ümumi həcmimizdir? Çünki biz bu mətni ötürürdük. Yəni, həcmi də tənasübdən tapırıq. İndi mətnin həcm düsturu nəyə bərabər idi? Səhifə sayı ki, biz bilmirik səhifə sayı nə qədərdir. Vurulsun, sətr sayına ehtiyac yoxdur. Çünki səhifədə olan ümumi simvol sayını sizə verir. Yəni, ümumi simvol sayını nə qədər verir? 1440 və Unicode-da yazılıbsa hər simvol həcmi 2 byte-dır. Bu da bərabərdir 60 vurulsun 120 vurulsun 2/7 byte. Buradan da deməli hesablayıb x-i tapmaq lazım gələcək. Deməli, bu deyilir 60 vurulsun 120 vurulsun 2/7 bölünsün 1440 vurulsun 2 byte. Deməli, elə burada 60-ı biz vursaq 120-yə buradan çıxa bilər. Ya da belə bir ixtisar aparaq. 120 ilə 1440-ı ixtisar apara bilərik. Çox rahat ixtisar gedir. Ona görə buradan davam edir. O da edir 12. Gördünmü? 60-dan 12-ni ixtisar apara bilərik. Bu da edir neçə? 5. 2 ilə də 2/7-ni ixtisar aparanda 2/6 qalır. Yəni 64. Deməli, əlimizdə nə qaldı? 5 vurulsun 64 qaldı. Onlar da bir-birinə vuranda eləyir 320. 320. Yəni, bu şəkildə tapdıq. Deməli, bir də baxaq məsələyə. Deməli, biz tənasübdən ümumi həcmi tapdıq. Tapdığımız həcm kilobitdəndir deyə byte-a çevirdik. Necə çevirdik? Həm kilonu, həm biti byte-a gətirdik. Və nəhayət də ümumi həcm düsturu əsasında neynədik? Bir ümumi səhifə sayını tapdıq. Keçək 17-ci suala. Bu tip sualı bayaq da görmüşdük. Gördüyünüz kimi qəbulda təkrarlanan sual tipidir. Bu tipli suallarda nə etmək lazımdır? Onluq say sisteminə gətirmək lazımdır. Deyəcəksiniz ki, bəs cavabı ikilikdə istəyir. Mən ona görə hamısını ikiliyə çevirməliyəm. Tamam, okey, çevirdim. Sən ikilikdə cəmləməni bilmirsənsə, yenə də o misalı həll etməyi bacarmayacaqsın. Ona görə çalışın bu tipli misallarda həmişə onluğa keçin. Cavabı ikilikdə istəsə belə. Çünki onluq ədədi təzədən ikiliyə çevirmək asandır. Gəlin, baxaq. Sağdan sola doğru rəqəmləri nömrələdim. Birinci ədədim 2/2, üstə gəlsin 2/1 elədim. Yəni, 6 eləyəcək. Yəni, bu ədədin yerinə nə yazacağım hesablamada? 6 yazacağım. Sonra digər ədədi də eyni qaydada buna çevirəcəm. 1 vursun 16/1, üzərinə gəlsin 4 vursun 16/0. Bu da eləyəcək deməli nə? 20. Onu tapdım, qaldı 25. 25-ə ehtiyac yoxdur çevirməyə. Səbəb isə nədir? Çünki 25 ilə onluq say sistemindədir. Buradan da nə alırıq? 51 cavabını almış olur. Sonra da cavabı ikilikdə istəyir deyə 51-i ikilik say sisteminə çevirmək lazımdır.
Çünki cavab bizdən ikilikdə istəyir. Mən isə cəmləməni onluqda etmişəm. Ona görə də bu ədədi yenidən parçalayaraq ikilik say sisteminə çevirmək lazım gələcək. Yəni 51-in 32-sini yazandan sonra yerdə nə qalır? Deməli 19. 19-a ən yaxın 2-nin qüvvəti 16. Yerdə 3 qalır. O da 2 plus 1 kimi yazılır. Yəni 2 üstü 5, üstə gəlsin 2 üstü 4, üstə gəlsin 2 üstü 1, üstə gəlsin 2 üstü 0. Burada 5-dən 0-a nömrə verirəm. İştirak edən 5-ə, 4-ə, 1-ə və 0-a 1 yazıram. İştirak etməyən qüvvətlərə isə nə yazıram? 0 yazıram. Və beləliklə sualımın cavabı D bəndi çıxır. Sonra 18-ci suala. Deyəcəksiniz ki, biz bu qədər ədədi toplayıb təzədən çevirməliyik. Xeyr, uşaqlar. Bu misalda görürsünüz ki, toplananların hamısı 2-nin qüvvətləridir. Yəni 2 üstü 10, 2 üstü 9, 2 üstü 8, üstə gəlsin 2 üstü 7, 2 üstü 6, 2 üstü 5, sonra 16, 2 üstü 4, 8, 2 üstü 3, 4, 2 üstü 2, 2, 2 üstü 1 və 1, 2 üstü 0. Yəni, ədədi bizə hazır şəkildə 2-nin qüvvətlərinin cəmi şəklində verir. Bəs bu ədədlər necə onluğa çevrilir? Daha doğrusu 2-liyə çevrilirdi. Ən böyük qüvvətdən 0-a doğru nömrəliydik. 19, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Daha sonra isə iştirak edən qüvvətlərə 1 yazılır. Bizim də qüvvətlərin hamısı iştirak etdiyinə görə hamısına götürüb nə yazıram? 1 yazıram. Baxın, həmişə deyirdiniz, qüvvət qaydasını niyə bilək, qollu bölməklə edə bilirik də. Sən bunu qollu bölməklə etsəydin, öncə cəmləməli, sonra aldığını təzədən 2-yə bölməli. İdin burada da hardasa nəyisə itirsən, cavab səhv olacaqdır. Amma bu üsulla çox rahat cavabı görə bilirəm. Birlərin cəmini tap deyib, deməli 11 dənə 1 var, deməli cəmlə nə olacaq? 11-ə bərabər olacaq. Sonra keçək növbətə də, bu da yenə olmuşsan 2-liyə keçməkdir. 513 parçalayıram. 512 plus 1 yazıram. 5. Yəni bu da elə 2 üstü 9, üstə gəlsin 2 üstü 0. Çox rahat parçalanır. Və daha sonra da ən böyük qüvvətdən 0 nömrəli ədəd tapmalıyıq. Amma say istəyirsə, biz dedik ki, qısa yolumuz nədir? Bilirik ki, 9-dan 0-a 10 rəqəmli ədəddir. 2 dənə qüvvət iştirak edir deyə 2 dənəsi 1. Yerdə qalanlar nə olacaq? 0 olacaq. Yəni yerdə neçə dənə rəqəm qalır? 8 dənə, onlar da 0-dır. İndi deyir ki, sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Yəni 8-i 2-yə böləcək, olacaq 4. Sonra 20-ci sualda gigabaytın 2-də bir hissəsi neçə kilobaytdır? Biz bilirik ki, 1 gigabayt 2 üstü 20 kilobaytdır. Düzdürmü? Bəs bunun hansı hissəsini istəyir? 2-də 1-ni, ədədin hissəsini tapanda ədədi hissəsini kəsrə vurur. Bu zaman da qüvvətlər çıxılır, qalır 2 üstü 19. Yəni, ona görə də sualımızın cavabı nə qalacaq? 2 üstü 19. Sonra keçək növbəti suala, 21-ci suala. Bununla bağlı da yenə test bankında suallar görmüşdünüz. Bu tipli suallar biri 2020-də, digəri 2021-də qəbula düşür. Bu 2021-də qəbula düşür. Deyir ki, ASCII kod cədvəlindən bir hissə verilmişdir, A simvolunun 16-lıq kodunu tapın. Biz gəlin qanuna uyğunluq tapaq. Qanuna uyğunluq necə tapılır? Fikir verin, sizə kiçik yanı verir, böyük yanı soruşur. Düzdürmü? Biz bu zaman nə edə bilərik? Kiçik və böyük hərflər arasında qanuna uyğunluq tapa bilərik. Məsələn, kiçik setdən böyük set. Fikir verirseniz, kiçik və böyük set arasındakı fərq nəyə bərabərdir? 122 çıxılsın 90, 32-yə. Bu qanuna uyğunluq bütün hərflər üçün keçərli olur o zaman. Yəni, mən kiçik yanın kodundan böyük yanın kodunun da çıxsam, eyni 32 almalıyım. Kiçik yanın kodu nədir? 97. Böyük yanın kodunu da buradan tapıram ki, nəyə bərabərdir? 65-ə bərabərdir. Yəni, qanuna uyğunluqla ana kodunu tapmalıyıq. Digər taktika nədir? Biz bilirik ki, uşaqlar A-dan Z-ə 26 hərfdir. Onlar arasındakı fərq nədir? 25. Yəni, birinci və 26-cı hərf arasındakı fərq 25-dir. Bizə də Z-i verib 90. Onda A-nın kodu nə olar? 90 çıxılsın 25, yəni 65. Belə də tapmaq olar. Yəni, qanuna uyğunluq bir neçə yerdə görünür. Nəticə itibarilə biz tapdıq ki, A ədədinin onluq kodu 65-dir. Amma bizə lazım olan nə idi? Bunun 16-lıq kodu. Yəni, ona görə ədədi 16-lıq say sisteminə çevirmək lazımdır. Ədəd 16-lıq say sisteminə biz necə çeviririk?
Qolu bölməklə ədədi 16-ya bölürdük. Deməli, 65 16-ya böldüm. 64 qalxdı 1. Bu deyir 41. Yəni sondan əvvələ doğru yazıram, çıxır, gedir. 22-ci sualı bura əlavə etmişəm uşaqlar, amma sonradan gördüm ki, bu qrafik təsvirdə var. Ona görə bu sual qalacaq. 11-ci təsvirdə bunu keçəcək. Keçin 23-cü suala. Yenə bayaqki kodlaşdırma ilə bağlı sualdır. Burada da deyir bir simvolunun kodunu tap. Görürsünüz, bu zaman rəqəmlər tərəfə baxmaq lazım. Yəni, rəqəm tərəfdə qalanları müəyyən etmək lazım. Fikir versən 5-in kodu nədir? 53. 4-ün kodu isə 52-dir. Yəni, rəqəm 1 varid azalanda kodda 1 varid azalır. Onda 3-ün kodu nədir? 51. 2-nin kodu 50. 1-in də kodu nədir? 49. Deməli, mən 1-in kodunu 49 tapdım. Hansı say sistemində? 10-luqda. Amma cavabı məndən 16-lıq say sistemində istədiyi üçün bunu da nə edirəm? Bayaqki 2016-ya çevirirəm. Qüvvət, daha doğrusu qolu bölməklə böləndə A-nı 30. Yəni, sualın cavabı Y-bənz olur. Sonra yoldaşlar, 24-cü suala keçirəm. Necədir vəziyyət? Hələ ki, səsiniz çıxmır. Hər şey qaydasındadır. Deməli, yoldaşlar, deyək ki, satışa bu qədər kompüter çıxardılmışdır və bir ay ərzində bunun 120 dənəsi satılmışdır. Deyək ki, satılmış kompüterlərin sayı nə qədərdir? Və satılmış yox, satılmamış olmalıdır. Yerdə qalan tapmaq üçün. Satılmamış kompüterlərin sayı nə qədərdir? Deməli, yoldaşlar, bu sualda nə edirik? Öncə kompüterlərin sayını onluqda göstəririk. Çünki biz onluqda hesablama bilirik. Sağdan sola doğru nömrələyirik. 6, 7. A-nı 2 7, üstə gəlsin 2 5, üstə gəlsin 2 4, üstə gəlsin 2 2. Bu qaydada deməli yazır. Bu deyəcək 128, üstə gəlsin 32, yəni 160, üstə gəlsin 16. Bölür. Aha, 16. Üstünün də gəlsin deməli nədir? Bu qaydada tapırıq. Bu deyir, deməli 160, 180. Deməli, ümumi nə qədər olacaq? 180 dənə kompüter olacaq. İndi 180 kompüterində nə qədər satılıb deyil? 120 dənəsi satılıb. Satılmamış kompüterlərin sayı necə tapılır? 180-dən 120 çıxırıq. Yerdə nə qalacaq? 60 dənə kompüter. Deməli, kimsə yazıb ki, 21-i başa düşmədi. 21-i başa düşmədisə, bir də izah edeyim. Baxın, sondan biz dedik ki, kiçik yanı verib böyük yanı soruşur. O zaman qanuna uyğunluq tapırıq. Sadəcə bizim əlimizdə qanuna uyğunluq göstərə biləcəyimizə dedilər, kiçik setlər, böyük setlər. Bax, kiçik setin kodu 122-dir, böyüyünkü 90-dır. 122-dən 90 çıxsan, fərq 32-yə bərabər olur. Yəni, bu A hərfi üçün də keçərlidir. Yəni, kiçik adam böyüyü də çıxanda 32 olmalıdır. Kiçik yanın kodunu sənə verib 97. Sən də böyük yanın kodunu tapırsan onun əsasında. 97-dən böyük yanın kodunu çıxsan 32 eləməlidir. A da nə olur? 65. Sonra 65-də 16-lıq say sisteminə çevirirəm və cavab çıxır. Deməli, bura qədər ümid edirəm ki, vəziyyət yaxşıdır. Buradan sonra da bizim elə çox testimiz qalmır. Amma ki, sizin bu qoşulma sayınızdan görürəm ki, çox tələbə qoşulur. Onlara da ayrıca hesab soradım. Bu da ayrı məsələ. Mən sizə görə ömrü həyatımda ilk dəfə YouTube'da canlı açdım ki, hamı qoşula bilsin. Və sizdə belə. İndi keçək. 60 megabaytına malik faylın mübadilə kanalı ilə saniyədə 1500 kilobit sürət ötürdüyünü bilərək, o zaman ərzində 2100 kilobit saniyə sürətlə məlumat eyni vaxtda neçə megabayt məlumat ötürürlər, yəni həmin vaxtda. Deməli, uşaqlar, bu tipli suallarda kilobitdən qorxmayın. Burada sayda bir tənasüb çıxacaq. Yəni, 60 megabaytına malik fayl mübadilə kanalı ilə 1500 kilobit sürət ötürür. Yəni, bu bir məlumatdır ki, həcm 60 megabaytdır, ötürmə sürəti isə 1500 kilobitdir. Düzdürmü? Ötürülür.
Eyni zamandadırsa, yəni zaman sabit qalıb. Zaman sabit qalıbsa, bizim bir dənə həcm düsturunu yazsaq, daha doğrusu sürət düsturunu yazsaq, bir bərabərdir həcm bölünsün t. Bu t sabitdirsə, yəni həcmlə sürət onsuz da düz mütənasibdir. Yəni eyni zaman daxilində 2100 kilobit saniyə sürətlə nə qədər məlumat ötürürlər. Yəni burada da ötürülən məlumatın həcmini x qəbul edib, sürəti də nə yazıram? 2100 kilobit bölünsün saniyə. Yəni burada kilobitlər onsuz da bizi narahat edilməyəcək. Çünki alt-alta vaidlər eynidir, onsuz da ixtisara gedəcək. Deməli, buradan da x-i sayda yolunu tapmaq olar. 60-dan 15-i ixtisar elədim, 4 elədi. 4-ü də 21-ə vursam eləyəcək 84. Yəni, çox rahat yolunu tapılır əslində. Yəni, yenə də burada səbəb odur ki, sürət düsturunda sürətdən həcm zaman sabiti düz mütənasibdir. Yəni 60-dan 1500 kilobit isə x-da 2100 kilobitdir. Buradan da rahatlıqla x-i tapmaq olur. Sonra növbəti sual 26-cı sualdır. Bir 2008 ədədin iki say sistemindəki yazılışında olan birlərin sayı sıfırların sayından neçə dəfə azdır? Yəni, neyinirik? Yenə çevirik. Amma burada qüvvət şəklindədir. Yolumuz qısa olacaq. 2008 ilə 211. Biz də dedik, yəqəd 2-nin qüvvət şəklində olanda bir dənə 1 qüvvət üstü qədər, yəni 11 dənə 0 yazılır. Neçə dəfə azdır deyir birlərin sayı sıfırların sayından? 11 dənə 0 var, 1 dənə 1 var. Deməli, 11 dəfə az olacaq. Sonra 27-ci suala baxaq. 1 megabaytla hesablayın. Yenə rahat sualdır. Gigabaytı megabayta çevirirəm. Üzərinə də bu kilobaytı megabayta çevirirəm. Gigabaytı megabayta çevirəndə 1024-ə bölürəm. Kilobaytı megabayta, daha doğrusu 1024-ə vururam. Gigabaytı megabayta keçəndə. Kilobaytı megabayta keçəndə 1024-ə bölürəm. Nəticə itibarilə 3 vurulsun 1024, üzərinə gəlsin 2048 bölünsün 1024, yəni 2 edir. Beləliklə 3072 və gəlsin 2. Deməli, bu da 3074. Yəni, beləcə rahatlıqla tapılır. Sonra 513 ədədinin ikili yazılışındakı sıfırların sayılar sayından nə qədər çoxdur? Bunun bayaq dəfə ilə olan versiyasını gördük. 513 nədir? Necə parçalar, öncə parçalar? 513-ə yaxın 2-nin qüvvəti 512, üzərinə gəlsin 0. 10 rəqəmli ədəd oldu. 2 dənəsi 1, yerdə qalan 8 dənəsi 0. Bu dəfə qədərdir, nə qədər çoxdur. Şu olur, qədər, vahid deyəndə isə fərq tapılır aralarındakı. Yəni 8 2-dən nə qədər çoxdur? 6, vahid çoxdur. Yəni bu sözə diqqət etmək lazımdır. Sonra 29-cu sual. 29-cu sualda isə ASCII-də kodlaşdırılmış kilobayt söz neçə bitdən ibarətdir? Baxın, ASCII-də biz bilirik ki, bir simvolun həcmi 1 bayt və yaxud da bitlə yazmaq istəsək 8 bitdir. İndi bitlə istəyirdik, bitlə yazaq. Bu ümumi nədir? 8 dənə simvoldan ibarət sözdür. Və hər simvol 8 bitdirsə ASCII-yə görə olur 64 bit. Baytdan istəsək bizə 8 bayt qalacaqdır. Sonra 30-cu sualda da deyir 1 gigabayt nəyə bərabərdir? Yəni vahidlərdə bit də var, megabayt da var, kilobayt da var, bayt da var. Sən indi uyğun çevirməni aparmalısan. Deməli, yoldaşlar, burada da çevirmə aparaq. 1 gigabayta ən yaxın vahid megabaytdır. 1 gigabayt bilirəm ki, 24 megabaytdır. Bu cavab o dəqiqə çıxır. Yəni, birisi vahidləri heç çevirməyə ehtiyac qalmadı. Sonra 31-ci sual deyir ki, hər səhifədə 32 sətr var. Yəni, sətr sayı 32, üstü 5-dir. Hər sətrdə isə 64 simvol var. Yəni, üstü 6-dır. Və mətn ASCII-də yazılır. ASCII-də yazılması o deməkdir ki, bir simvolun həcmi 1 baytdır. Ümumi həcmi də sənə verir ki, 2000, daha doğrusu 240 kilobayt. Yəni, bunlar arasında nə yoxdur? Səhifə sayı yoxdur ki, bizdən də onu istəyir. Biz də ümumi səhifə sayı necə tapırıq? Deməli, ümumi səhifə sayı necə tapırıq? Deməli, düsturdan tapırıq. Səhifə sayı x-dir, vurulsun sətr sayı, vurulsun simvol sayı, vurulsun bir simvolun həcmi, ümumi həcmə bərabərdir. Sadəcə, ümumi həcm bayt yox, kilobaytdan da deyək, bunu da 200 dona vuraraq bayta çevirmək lazımdır. X bərabərdir 240 vurulsun 210, vurulsun 211.
Bunlar da ixtisar getsə qalacaq 120. Yəni beləcə səhifə sayı tapılır. Sonra deyir ki, 32-də 2x hissəsinin yazılmış aşağıdakı ədədlərdən hansı 94-dür? Yəni 94-ü çevirməliyik ikilik sayı sisteminə və tapmalıyıq. 94-dən yaxın 2-nin qüvvəti 64-dür, 206. Yerdə 30 qalıb, 30-dan yaxın 2-nin qüvvəti 16-dır, yəni 200-dür, yerdə 14 qalır. 14-dən yaxın 2-nin qüvvəti 8-dir, yəni 203. Orada da qalır 6, 6 da 200-dür. 200 də yansın 201. Deməli, sonra altdan sıra nömrələsən, iştirak edən qüvvətlərə nə düşəcək? Deməli, 1 düşəcək, yəni 6-ya, 4-ə, 3-ə. Mən burada nəsə qaçırmışımdır. Sonra 2-yə, bir də 1-ə. Yəni, nəticə etibarilə bu doğru cavab ortaya çıxacaq. Çıxdım ki, 94-ə yaxın 64-dür. 30, 5, 4, 3, 2, 1, 0. Mən cavabı görə bilmirəm. Mən mi görə bilmirəm, yoxsa cavab yoxdur. Deməli, bir də baxın. 206, 64, yerdə 30 qaldı. Orada 16, yerdə 14 qaldı. 16-ya yaxın 2-nin qüvvəti. Daha doğrusu orada 8-dir, yerdə 6 qaldı. 6 da 200-dür. 2 və 200-dür 1. Çok sakın. 6, 5, 4, 3, 2, 1, 0 yazanda 6'ya, 4'e. Ev varyantında 0 koyup karşısına. Ben de dedim cevabı görünür ama. Burada 1, 0, 1, 1 her çıxıb. Deməli, uşaqlar, biz ədədin sonuna 0 artıranda 0-ın heç bir mənası olmadığı üçün onun yerlərində 1 gələcək. Sonra keçək 33-ə. Aşağıdakı cümlənin ümumiyyətlə redaktorda yazılan nəzərə alaraq bitlərin sayını təyin edin. Uşaqlar, əgər kod standartı verilməyibsə, bir simvolun həcmi 1 var, yaxud da 8 bitdir. Bizə də bitdən hesab istəyir, bitdən tapacaq. Deməli, simvol sayını tapırıq. 1, 2, 3, 4, 5. 13 dənə simvol var. Rəsm həcmi də 8 bitlə hesablanacaq. Bu deyəcək 140 bit. Beləcə tapılacaq. Sonra 34-cü suala baxaq. Deyir ki, arxivləşdirilmiş faylın sonu 1 kilobaytdır və 50% sıxlanılmışdır. Və arxivdən çıxarıldıqdan sonra faylın informasiya tutunu nə qədərdir? Baxın, arxivdən çıxarılanda faylın ilkin həcminə qayıdır və ilkin həcmi bilmirəm x-dir. Arxivləşdirilmiş fayl isə 1 kilobaytdır. Deməli, ilkin həcmi 100% götürsəm, bu 50% sıxılanda nə qədər qalacaq? 50%, düzdürmü? İndi 50%-in 1 kilobaytdır. Onda 100%-in neçə kilobayt olar? X də bərabərdir 2 kilobayt. Yəni 2 kilobayt olacaq. Dırnaq nəzərə alınmayacaq, bəli, yəni şərtdə verilirsə nəzərə alınmayacaq. Sonra keçək növbəti maraqlı sual. Uşaqlar, 35-i sizə atdım, testdə verməmişdim. Sonra bugün gördüm ki, 35 də var. Bilirsiniz 35 hansıdır? Bu il 2025-ci ildə ikinci cəhdə qəbula düşən sualdır. Yəni fərqli, maraqlı sualdır. Deyir ki, məlumdur ki, cəmi 240 MB məlumat ötürülüb. Nəzərə alsaq ki, vaxtın 3də 1 hissəsini ötürülmə sürəti 3 vurulsun 221 bit bölünsün saniyə, qalan vaxtda isə 9 vurulsun 220 bit bölünsün saniyə olarsa, verilənlərin ötürülmə vaxtını dəqiqə ilə müəyyən edin. Düzdürmü? Ona indi bu misal haqqında bilmirəm sizin fikriniz formalaşdırılır. Burada bir dənə üstüra fikir verək. Baxın, ümumiyyətlə, ötürülmə sürəti həcmin zamanla nisbətidir. Düzdürmü? Bu qaydada bu düstura fikir vermək lazımdır. Ümumi həcm nəyə bərabərdir? Bəs ötürmə sürətin onda zamanla hasildir, yəni saniyəyə hasildir. Biz də ümumi həcmi bilərək, deməli, buradan sürəti tapmalıyıq. İndi gəlin, bu saniyəni də tənə yazaq, tənə işarə edir.
İndi yoldaşlar, ümumi həcmi bilirik ki, 240 megabaytdır. İndi ayırarıq da həcmləri hesablayaq. Birinci 3 vurulsun 221 bit bölsün saniyə üçün həcm hesablayaq. Ümumi vaxtın 3də 1 hissəsi bu sürət ötürür. Yəni 3də 1 t götürək vaxtı. Birinci hal üçün, 2 halda. Birinci hal, ikinci hal. Deməli, birinci halda ötürmə sürəti 3də 1 t-dir. Daha doğrusu ötürməyə sərf edilən vaxt 3də 1 t-dir. Və sürət isə 3 vurulsun 221 bitdi. Düzdürmü? Bu qaydada yazaq. Deməli, buradan da 3-lər ixtisar gedəndə t vurulsun 221 bit alıram. Düzdürmü? Bu birinci hissə. Keçək ikinci hissəyə. İkinci hissədə isə deyir ki, vaxtın qalan hissəsi ilə 3də 1-i birinci hissəsidirsə, vaxtın hansı hissəsi qalır? 3də 2 hissəsi qalır. 3də 2 hissəsində nə qədər, hansı sürətlə ötürüb? 9 vurulsun 120 bitr ötürüb. Düzdürmü? Onu ümumi həcmdə bunları bir-birinə vuraraq tapsaq, qarda qalır 3. Deməli, 3 vurulsun 221 bit. Bir də vurulsun t-nin, çünki atmamış. Deməli, yoldaşlar, hər iki hal üçün həcmi hesabladım. Mənə də ümumi həcmi verir. Ümumi həcm nəyə bərabərdir? 240-a bərabərdir. 240 megabayta bərabərdir. İndi mən yolun birinci hissəsində nə qədər məlumat ötürmüşəm? T vurulsun 221 bit ötürmüşəm. Yolun ikinci hissəsində nə qədər məlumat ötürmüşəm? 3T vurulsun 221 bit ötürmüşəm. Bit ötürmüşəm. Bunların cəmi də nəyə bərabərdir? 240-a bərabərdir. 3T ilə T toplananda olur 4T. 4T vurulsun 221 bit. O da bərabərdir 240 megabayt. İndi buradan da bir dənə T-ni tapmaq qalır. Megabaytdan bitə necə keçmək olar? 223-ə vurmaqla. 4-ü də 221-ə vursam, yine 223 gələcək. Bunlar ixtisar gedəndə alacaq 140 saniyə. Və beləliklə zaman tapılır. Cavab da dəqiqə ilə istənir deyə onu da 60-a bölürəm, 3 dəqiqə olur. Bu da yenə heç işləmədiyimiz bir məsələ tipidir uşaqlar. Yəni burada biraz sürət zaman məsələlərini yaxşı bilmək lazımdır. Deməli, 3də 1-i üçün ötürmə sürəti bu qaydadaydı. 3də 2-si üçün isə digər formadaydı. Hər biri üçün ayrı-ayrı da həcmi tapırıq. Yəni zamanı sürətə vuraraq həcmi tapırıq hər ikisində. Daha sonra bunları toplayıb ümumi həcmə bərabər edirik. Və beləliklə cavab olacaq. Deməli, 240-ı 60-a bölürsünüz. Dedik 4 dəqiqə, 3 dəqiqə, 4 dəqiqə. Yəni bir bənd. Bunlar başa düşmədim. Axırlar. Fizika ilə aran nətər idi? Biz fizikaya gidik. Biz fizikada yox, elə riyaziyyatın özündə də bu tipdə məsələlər olub, riyazi məsələlərdə. Həcm zamanın sürətə hasilidir hər ikisi üçün. Hər ikisində də sürət və zamanı verib. Bax, birincinin ötürmə sürəti 3də 1-dir, 3də 1 t-dir. Onu zamana vurdum, yəni 3 vurulsun 221-ə vurdum. O deyəcək, deməli, 3 vurulsun 200, daha doğrusu 3 ilə ixtisar gedir, eləcə qalır 221 t. İkinci üçün də eyni qaydada. İkincidə 3də yerdə qalan vaxt, yəni 3də 2-dir, 3də 1-i buradadır, 3də 2-si burada qalır. 3də 2 t-ni də hansı sürətlə ötürüb? 9 vursun 220. Bəziləriniz deyir ki, orada 6 vursun 220 qalmalı deyil. Aşağılar 6 da 3 vursun 221-dir də. Yəni sizin dediyinizlə mənim dediyim arasında bir fərq yoxdur. Yəni 3 vurulsun, ikiləri bir qruplaşdırdım. 221 tek burada alındı. Yəni biri 221 t-dir, digəri isə 3 vurulsun 221 t-dir. Mənə də ümumi həcmi verib. Ümumi həcmdə bunların cəmidir. 221 t-nin üstünə 3 vurulsun 221 t-ni gəlsən, eləyib, bu tərzini 1 vursun 221-dir. Deməli, 3-dən 1 toplanır, 4 edir, 4 t vurulsun 221.
Düzdürmü? Ümumi həcmdə nədir? 300, daha doğrusu 240 megabaytdır. Buradan da tənlikdən t-ni tapırıq. Baxın, t-ni tapırıq. T də bərabərdir 240 vurulsun 223 bölünsün 4 vurulsun 221, yəni 223. Bunlar da ixtisar gedəndə 240 zaman da nə ilə ifadə edilir? Saniyə ilə. 240 saniyə də dəqiqəyə çevirəndə 4 dəqiqə deməkdir. Ama qəbula düşmüşdü. Yəni siz 3-cü qrupda olsanız, 2-ci qrupda, 1-ci qrupda, 4-cü qrupda olsanız bu suallar qəbula düşmüşdü. İndi uşaqlar, bir də yerdə qalan çətin tipli məsələlər var. Onlara baxaq. Bu dərsdə işlətdiklərimiz sənə qalsın. Dərsdə işlətdiklərimizdən fərqli, amma maraqlı sual tipləridir. Deməli, birinci sual deyir, ölçüsel megabayt olan qovluqda 10 ədəd fayl var. Ümumi 10 dənə fayl var. Deyir, bunlardan 4'ü səsli. Bax, 4 dənəsi səs faylıdır. Ondan sonra 4'ü video faylıdır. 4 dənəsi videodur. Bir də yerdə qalan faylsa mətn faylıdır. Bax, 4'ü səs, 4'ü videosa neçə fayl qalır? 10 fayl vardı, 2 fayl qaldı. 2 dənəsi də nədir? Mətndir. Deyir ki, mətn faylının birinin ölçüsü nə qədərdir? Bax, 4 dənə səs var. Səsin birinin ölçüsü nə qədərdir uşaqlar? Səsi verir 4096. Deməli, 4'ü vururam 4096'ya. Bu səsin həcmidir. Üzərinə gəlinsin. Videonu nə verib? 223 bayt. Neçə dənə video var? 4 dənə. Hərəsinin də həcmi nədir? 223 bayt. Bu nədir? Videodur. Video. Yerdə nə qaldı? Mətn faylı. Mətn faylını bilmirəm. 2 dənə mətn var. 2x qəbul edirəm ona görə. Biri x-dirsə, 2 dənəsi 2x-dir. 2 dənə mətn faylı var. Bu mətn faylının ölçüsü bilinmir. X götürdüm. Ümumi həcmdə nədir? 50 megabayt. Bax, belə bir fayda aldım. Burada nə edəcəm? X-i tənlik kimi yazıb həll edəcəm. Deməli, burada baxıram. 4 vurulsun 4096'ını sadələşdirək. Bunun aydın yanına yazmamışam. 4096 kilobaytdır. 4096'ını sadələşdirək. 2, 4'ü 202, 4096'ını isə 212 götürürəm. Kilobaytdır. Üzərinə gəlməsin. 4'ü 202 kimi yazıram. Vurulsun 223 bayta. Mənə gəlsin 2x bərabər 50 megabayt. Sonra fikir versəniz burada ümumi həcm megabayt. Amma mənim vahidimin biri kilobayt, biri də baytdandır. Düzdürmü? Ona görə hər birini neyləmək lazımdır? Megabayta gətirmək lazımdır. Burada 214 eləyir. Megabayta gətirmək üçün 214'ü 210'a bölürəm. 16 megabayt bura eləyir. Üzərinə gəlsin. Baytdan kilobayta keçəndə nəyə bölürəm? 220'ye bölürəm. Burada da nə qalır? 32 megabayt da burada qalır. Düzdürmü? Üzərinə gəlsin 2x bərabər nə olur? 50 megabayt. 32 ilə 16'nı toplayırsan 48. 50'dən də 48'ini çıxsan nə qalacaq? 2 megabayt olur. Onda bir dənə faylın həcmi nə olur? 1 megabayt olur. Bu qaydada cavab çıxır. Amma baxırsan ki, cavabda 1 megabayt cavabı yoxdur. Bu megabayt da kilobayta çevirəndə nə eləyir? 1024 kilobayt. Onda ümumi həcm nəyə bərabər olur? 1024 kilobayt. Elnurə, bu suallardan ilə ilk izah elədiklərinin hamısı qəbul edir. Yəni, çətin suallarda düşür qəbul. Gördüyünüz çox asanlar da var idi, çətinlər də var idi. İndi baxırıq da vəziyyətə. İndi növbəti sual deyir ki, 802 plus x bayt 256 kilobayta bərabərdirsə, x-i müəyyən edin. Yenə maraqlı bir sual daha. Deməli, bərabərliyin bir tərəfi baytdır, digər tərəfi kilobaytdır. Mən nə edə bilərəm? Kilobaytı da bayta keçirə bilərəm. Deməli, bu qalsın 802 plus x. 256 necə kilobayta keçirmək olar? 256 vurulsun. Kilobaytdan bayta keçmək üçün 210'a vururum. Gəlin hər iki tərəfi 2'nin qüvvətlərinə gətirək.
8 nədir? 2 üstü 3'dür. 2 üstü 3'dür. 2 plus x bərabərdir. 256 nədir? 2'dir. 2 üstü 8'dir. Vururam 2 üstü 10'a. Yine bunları sadələşdirsək, biri alınır 2 üstü 6 plus 3x. Yəni 3'ü hər birinə vurdum. Bərabər 2 üstü 18. Burada əsaslar eyni olanda nə edirik? Qüvvətlər bir-birinə bərabər edirik. 6 plus 3x bərabərdir 18. 3x də bərabərdir 12. X də nəyə bərabərdir? 4. Yəni belə bir maraqlı sual. Yine görməmişdik bu sual tipini. Sonra növbəti sualımız deyir ki, K bu ayrılışa əsasən, K-nın bu ayrılışına əsasən K2 ədədi ilə bağlı fikirlərdən neçəsi doğrudur? Uşaqlar, bu misal tipi testimizdə oxşarı var idi. Biz baxanda nə edirdik? Fikir verdik ki, bu nəyin açılışıdır? İkilik sistemindən onluğa keçidin açılışıdır. Sonra bu halda nə edirdik? Ən böyük qüvvətdən sıfıra nömrəli edik. 5-dən sıfıra nömrəli edik. 5, 4, 3, 2, 1, 0. 2 üstü 5'e uyğun rəqəm nədir? 1. 2 üstü 4. 2 üstü 3 bu cəmdə verilmədiyi üçün nə olur? 0. 2 üstü 2 1'dir. 2 üstü 1 yoxdur deyə 0'dır. 2 üstü 0 da 1. Belə bir ədəd alıram. İndi ikilik ədəddir. İndi baxaq fikirlər. Deyir, ədəd yaddaşda 5 bit tutur. Ədəd 6 rəqəmli isə 6 bit yer tutur. Onluq say sistemində 37 kimi ifadə edir. Bunu cəmləsən elə onluq say sistemində 32 plus 4 eləyəcək 36. Üstünə də 1 gəlsəm 37. 2 düzdür. Yazılışındakı sıfırların sayı birlərin sayına bərabərdir. Bax, bu yazılışda neçə dənə sıfır var? 3 dənə. Neçə dənə 1 var? 3 dənə. Deməli, sıfırların sayı birlərin sayına bərabərdir. Cüt ədəd deyil. Ədədin tək cüt ədəd olduğunu bilmək üçün sonuna baxmaq lazımdır. 1 ilə bitirsə, həqiqətən də tək ədəddir. Yəni, cüt ədəd deyil. Ondan sonra 16-lıq say sistemində 45 kimi ifadə edilir. Uşaqlar, 16-lıq say sistemində çevirmək lazım gələcək. 2 üsuldan çevirmək olar. Bu ədəd 37'dir. 37'ni qolu bölməklə də 16'ya çevirmək lazım. Çevirmək olar ya da bu ədədi ikilik formasını da 16'lığa çevirmək olar. İndi elə əlimizdə ikilik forma var. Gəlin 16'lığa çevirək. Sağdan sola doğru 4 4 ayırıram. Uyğun olan 8 4 2 1 8 4 2 1 yaz. Birinci rəqəm 2, ikinci rəqəm isə neçə eləyəcək? 5 eləyəcək. Deməli, buradan da alınacaq 25 45 deyil, yəni səhv. Yazışında 3 ədəd 0 rəqəmi iştirak edir, düzdür, 3 dənə 0 var idi. Deməli, doğru olan cavablar 2, 3, 4 və 6'dır. Keçək növbəti sual tipinə deyir ki, bax, bu da çox fərqli və maraqlı sualdır. Ədəd daxil edilmiş və üzərində aşağıdakı əməliyyatlar ardıcıl olaraq aparılmış və nəticədə yeni ədəd alınmış. Baxaq görək hansı əməliyyat aparılır. Deyir ki, 18/2 onluq ədədini daxil etdik bu qaydada. Sonra bu ədədi həmin ədəddən çıx. Yəni 18/2 ədədindən bu ədədi çıx. Çıxıram bu ədədi. Neçə dənə rəqəm var? Bura çıxdım. İndi bunu mən çıxa bilmirəm. Niyə çıxa bilmirəm? Çünki fərqli say sistemlərindədir. 18'in kvadratı eləyəcək, deməli 2, 324. 324. Bəs bu ədəd nəyə bərabərdir? Bu ədədi sağdan sola doğru nömrələsəm 0, 1, 2, 3, 4, 5. Bu 2 üstə 5 üstə gəlsin 2 üstə 1 eləyir. Yəni 32 üstə gəlsin 1, 33 eləyir. Bir bunu çıx bundan. Deməli 324'dən nəyə çıxıram? Həmin bu aldığım 33'ü çıxıram. Aha. Yerdə qalır 291. Həmin əgər ədəd 10 bitdən çox yer tutarsa, indi ədədin həcmini tapmaq lazımdır. Bu onluq ədəddir. Onluq ədədin həcmi necə tapılır? Həmin ədəddən böyük, həmin ədədə ən yaxın 2'nin qüvvətini tapıram. 291'dən böyük. 291'ə ən yaxın 2'nin qüvvəti 512'dir. Yəni 209'dur. Deməli, ədədin həcmi 9 bitdir. Deyir ki, əgər ədəd yaddaşda 10 bitdən çox yer tutarsa, F16 say sistemində olan F ədədini çıx. Əks halda üzərinə bu ədədi gəl. İndi ədəd 10 bitdən çox yer tutmur. Yəni, birinci şərt ödənmir. Onda nə edəcəm? İkinci əməliyyat icra edəcəm. Deyir ki, əgər yer tutmursa, yəni əks halda, üzərinə A-nı gəl. Deməli, həmin bu 291 ədədinin üzərinə A-nı gələcək.
Onu da onluğa çevirib o şəkildə gələ bilərəm də. 291 ilə onluqda da ad onluq sayısında 10-a bərabər idi. Düzdürmü? Bunlar da cəmləndə neçə edir? 301. Yəni doğru cavab nədir? 301. Bu qaydada da bu tapılmış olacaq uşaqlar. Son bir sualımız qaldı. Deyir ki, Mahir tam dolu diskdən. Diskin tutumunun nə qədər olduğunu bilmirəm, amma doludur. Dolu diskdən 8 ədəd 3 megabaytlıq səs faylı. 8 dənə 3 megabayt edir 24 megabayt. Üzərinə gəlsin 5 ədəd 4 megabaytlıq şəkil faylı. 5 dəfədə 4 neçə edir? 20. Və 12 ədəd 2048 kilobaytlıq mətn faylını sildi. 2048 2 megabaytdır, yəni 24 megabayt. 24 megabayt. Ümumi nə qədər məlumat silmiş oldu? Deməli, 68 megabayt sildi. Uşaqlar, indi burada ümumi həcmi bilməyin mənası yox idi. Çünki 68 megabayt silibsə tam dolu diskdən. Deməli, 68 megabayt həcmində sahə boş qaldı. Boş qaldı. Düzdürmü? Sonra deyir ki, bu diskə 2 ədəd 4 megabaytlıq səs faylı, 2 ədəd də 8 megabaytlıq video faylı yazıldı. Uşaqlar, yazıldı deyirsə, yəni boş qalan hissə təzədən azalacaq. Yəni nə qədər yazıldı? 2 ədəd 4 megabaytlıq səs, yəni 2 vurulsun 4 megabayt. Üzərinə gəlsin 2 vurulsun 8 megabayt video fayl yazıldı. Bu deyilir 2 dəfə 4 8, 2 dəfə 8 16. Bu deyilir 24 megabayt. Uşaqlar, yəni təzədən o 68 megabaytlıq boş sahənin 24 megabaytı doldu. Və sonda yerdə nə qədər boş sahə qalacaq? Bayaq 68 megabayt boş idi. Sonra təzədən bunun 24 megabaytı doldu. Onda yerdə neçə megabayt qalacaq? 44 megabayt. Yəni 44 megabayt boş sahə qaldı. Yəni ümumi həcmi bilmədən sualın həllini tapdıq. Deməli, bundan da suallarımız yekunlaşdı uşaqlar. Bilirəm, çətin suallar izah elədim. Zaten əlavə dərsi salma məqsədim də çətin sualları sizə izah etmək idi. Deməli, beləliklə biz həm qəbul suallarına, həm də çətin tipli suallara baxmış olduq. Çətin tipli suallar daha çox sayısı ilə bağlı düşür. Amma elə birisinin də düşə bilir. Belə. Deməli, başqa sualınız varsa, suallarınızı verin. Sualınız yoxdursa, çıxa bilərsiniz. Əfsanə, boş olan 68 olduğunu oradan bildim ki, mən bu sinəmlərin cəmini tapanda 68 tapdım, düzdürmü? Yəni, bu 68 üstündən çıxılır. Yəni, 68 sahə, daha doğrusu 68 megabayt artıq yoxdur. Yoxdursa, deməli, boş qaldı. Bax, belə deyim də, 1 litr sudur. Sən onun 200 millisini içsən, nə qədər yer boşalacaq? İçdiyin qədər də 200 milli su, daha doğrusu 200 milli yer boş qalacaq. Sonra sən 200 milli boş qalan yerin üstünə 100 milli təzədən su töksən, bu dəfə nə qədər boş yer qalacaq? Artıq 200 milli boş yerin 100 millisi dolub deyə 100 milli boş yer qaldı. Yəni, onu kimi bir şeydir. Yəni, bir dənə 1 litrlik qab gözün qabağına gətir. Yəni, o şəkildə. Yəni, əslində heç 1 litr olmasının bir önəmi qalmadı. Başa düşmüsən deyəsən, əfsanə, laf yaxşı. Deməli, uşaqlar, buradan da deyəcəklərim bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.